kobranı necə əhəlləşdirə bilərsiniz? Uzaqbaşı onun dişini çıxarda bilərsiniz. Elə deyil. Əvvələn kim gedim kobranın dişini çıxardırsa, kobra mən gətirim sabah görə, kim girəcək onun dişini çıxardmağa? Bu bir məsələ. Bir də kobranın dişini çıxardandan sonra neyinirsən? Elə qurbağa var da həyatda, kobranı neyinirsən? Elə deyir, qurbağa da bizə lazımdır. Elə o ölməlidir. Hələ mən yüngül misal vurdım, çox ağır misal vurmadım. Belə, pəs İmam Zamanın hökumətinin özəllici ki, Həzrət Süleymanın hökumətindən də artıqdır. Bundadır ki, adi yollarla İmam Zaman bütün dünyaya hakimiyyət eləyəcək. Ədaləti bərpa eləyəcək, zülmü də nə eləyəcək? Məhv eləyəcək. Və məzlumun da qisasını alacaq zalimdan. Bunda Həzrət Süleyman kimi küləkdən, ifritdən ya nədən? Hətta o vilayəti təkvinilər var ha. Onların özündən də istifadə eləməyəcək. Elə adi. Ki, məsələn, bilirsiniz, Kərbəlada cinnilər də gəldi İmam Hüseyin əleyhissalama neynədi? Kömək təklifi elədi. İmam Hüseyin əleyhissalam qəbul eləmədi. Dedi, onda icazə ver, biz diyanaq, neynəyək? Burada tamaşa eləyək bu səhniyə. Həzrət onlara dedi ki, bu şərtlə diyanın ki, düşmən qoşununa sizin təsiriniz olmasın. Nə mənada təsiriniz? İmam Hüseynin xeyrinə təsirinizdən gedir daha söhbət. Yəni, baxın, ola bilər, o cin zirəyliyi var axı. Bilal 3 nəfər o yekə başlardan nədir onun adı? Bədir müharibəsində tutub gətirirdi. İndi nə qədəsi qırılmışdı, üçündə qaçanda Bilal tutmuşdu. Bilal gördü, Həzrəti Peyğəmbərdə o qədər kəramət var, bunları əfv eləyəcək. Ya da ki, əsir kimi götürəcək, yəni öldürməyəcək. Elə yox, qayanın qırağından keçəndə birini itələdi, dımırratdı, dəriyə, cəhənnəmə vasil elədi. Birinə elə belə bir söz atdı, yüzünə qayıtdı, bir yumruq vurdu, öldürdü. Hərəsin bir bəhanə ilə Bilal gəldi. Bilal necə oldu, deyir, ağa elə yolda belə də yavaş-yavaş həll elədim məsələlərin. Getdi, hətta deyir, Həzrət Peyğəmbər təbəssüm elədi bir dənə. Yəni, təsdiqlədi də, zirəyliyi təsdiqlədi. Ki, bu cürə zirəylik elədi bu. Yoxsa gətirsəydi ora nə eləyəcəkdi? İndi bəzən ola bilər zirəylik eləsin. Cin olanda nə olar? Cin dedi ki, biz ya kafirik, ya da hamımız Əli əleyhissalamın vilayətini qəbul eləmişik. Niyə? Dedi, çünki Qədir-Xumda 3 dənə cin olub. Bilirsiniz bunu, dəfələrlə demişik sizə. Ona görə bizdə bütün əhli Qur'anın hamısı Əlinin vilayətini, 12 imamın vilayətini qəbul edir. Qəbul eləməyən yoxdur. 120 nəfər adam balası var idi, 3 dənə də cin balası var idi. Elə, onlar bütün öz millətinin hamısını döndərdi haqqa. İndi sözüm bundadır ki, o cinlər gedib Kərbəlada ətrafda dayanardılar. Amma bir formada ro'b və qorxu icad eləyərdilər düşmən qoşununa ki, onlar istədiyi kimi vuruşa bilməsinlər və bu İmam Hüseyin əleyhissalamın xeyrinə olsun. Hətta İmam Hüseyin buna da icazə vermədi.